Herkese salam olsun. Biz insanıq və harda olursa olaq, harda yaşayırsa yaşayaq, hər gün səhər yuxudan dururuqsa, həyata qarışırıqsa, mütləq içimizdə bir pırıltı, bir kəpənək uçuşu kimi bəzən çox az hiss etsək də bir ümid olur. Bu ümid nə desək də bizimlə ölür ancaq. Və həyatda da kəpənəkləri görəndə, kəpənəklərin uçuşunu seyr edəndə mənim içimdən bir söz keçir. Ümid. Hop. Ona görə də hər kəsə həm real həyatda, həm də daxilimizdə bu kəpənəklərin uçuşunun dayanmamasını və onu hər gün hiss etməyimiz diləyi ilə xoşça qalın deyirəm. Və bu ümidi sönməyə qoymayan əsas amil bilirsiniz hansıdır? Dünyada hələ də o gözəl və yaxşı insanların olduğunu bilmək və hiss etmək. Yəni, yaxşılar var. Və bizə onları tanımağa kömək edən ən gözəl vasitə də internetdir. Yaşasın internet.